Sən itirdiyin, sandığın şey əslində Allahın mülkündə idi. Səni yaralayan hadisə əslində səni Allaha yaxınlaşdıran bir hadisədir. Qəlbini sızladan şey Allahın sənə verdiyi bir imtihandır. Baxın, ruzunun bolluğu Allahın xəzinlərindəndir. Ağır kədərin arxasında hikmət də Allahdandır. Baxın, hər şey Allahın əlində. Sənin qorxduğun gələcək Allahın əlindədir. Səni ağladan və çox sevdiyin hər bir şey artıq Allahın yanındadır. Yəni, bir insan qəlbini qırıbsa da Allaha dua elə. Gözəl bir söz, baxın. Allahın sənə olan ən böyük lütfudur ki, o sənin Rəbbindir. Yəni, sən onu tanıyırsan və sən onun bəndəsisən. Bunu bilmək belə Allahın ən böyük nemətidir. Yəni, Rəbbim Allahdır. Mən ona iman gətirmişəm. Baxın. Onun gibi nemətlər onun izni ilədir. Sınaq da onun hikməti ilə olur. Bütün işlərini Allah'a həvalə elə. Əgər sənə bir nemət gələrsə, şükr et. Çünki onun içində sənə çoxlu bərəkətlər var. Əgər bir çətinlik gələrsə, səbr et. Çünki səbr etdikcə savabların artır və sən Rəbbinə savablarla dönərsən.